Ay Tacir müəllim, mən orada baxdım şəkillərə. Sizin orada bığlı vaxtlarınız olub. Və necə oldu ki, o bığdan əlvida dediniz? Bığlı daha gözəl görünürdü Tacir müəllim. Mənə dostlarım dedi ki, bığın qıtsan daha da cavan görkəsi, mən də qıtsan. Sən araya söz qatma, biz fanatdan danışırıq. Yox, fanat dəhşətdir. O mənim Biz də Fədaya xanıma oxşuyuruq, haradasa oxşarlıqlar. Onun anası hələ mənim fanatımıdır. Anası Allah rəhmət eləsin. Çox gözəl Şərqiyə xala. Tanıyırsınız o xanımı? Əlbət ki, Ağdamdan bəri körpəliyimiz onun. O, yəni körpəliyimdən tanıyıram. Deyir ki, mən çoxdandan onu Çox tanıyıram. gözəl anası vardı onun deyir. O da mənə elə... Bayaqları bir toydan danışdıq, neçəyə gedirsiniz. Bəs bu vergi ödəyicisisizmi? Mən bilirəm ki, desən ödəyirsiniz vergi. Ödəyirəm də, bəli. Ödəmişəm də, yəni belə olur. Bu kişilər arasında biraz plastik əməliyyatlara meyil var. Bilirsiniz, biri dodağı şişirdir, biri burnunu kəstirir. Hamısında yox da müəyyən bir... Amma siz də liposaksiya elətdirmişsiniz. Nə eləmişəm? Liposaksiya, yəni bədəninizdən ətçi pik çıxartmışsınız da, piylər. Yox, bu bizdə necə oldu? Mənim də, üzr istəyirəm, qarnım nahiyəmdə qrija vardı. Özdə 2 dənəsi. 2 yerdən yırtıq vardı. O da həkim mənə dedi ki, o yırtığı içəridən ora setka qoymalıyıq ki, o dəqiqə başına səni narahat eləməsin də, yəni sonra pristupsad verməyə belə. Məndə də qarnım çox piyli idi də. Mən ona dedim ki, əgər elə onsa kəsirsənsə, artıq piyi götür də oradan. O dedi, problem yoxdur, götürərəm. Elə oldu, məsələn, piyi götürdü, artıq piyi götürdü oradan. Yəni, amma sırf plastik əməliyyat eləməmişəm. Amma arıqlamaq arzunuz var. Yəni, onda 47 kilo arıqladım həmən vaxt. Bu neçənci ildə olub bu hadisə? Deyirlər ki, ilk liposaksiya elətdirən kişi müğənnisiz və hətta üzünüzə botoks da elətdirmişsiniz. Nə eləmişəm? Botoks, yəni qırışlarınızı açdınız. Ayda, Nə Allah vergisidir, elə nə var? Yəni, belə bir hadisə olmuyor mu? Facebookda bizim... Kişi, üzr istəyirəm. Buyurun, buyurun. Üzr istəyirəm. Buyurun, buyurun. Kişi müğənnisi saçına xına qoya bilər. Yəni, o dərdə. Çünki bizim elə əcdadlarımız, dədə-babalarımız ömrü boyu elə həna qoyublar. Saqqalına da qoyublar, başına da qoyublar. Yəni, bu heç bir qəbaət deyil. Amma silikon nədir? Amma saçınız qəşəng. Qaş almaq nədir? Yəni, bu kişiyə yaraşmır. O kişiyə xas olan şeylər deyil. Düzdür, bizim bəzi kişilərimiz eləyir ona, amma mən ona pis baxıram. Sizdə özü təbiidir, burası ağ Qəşəng ağarır belə, səliqəli. Rəng qoymusunuz. Yox, məxsusi ağarır. Mən rəng qoyuram başıma. Qoyursunuz? Çünki mən ilk dəfə məsəl üçün şey o... Bu niyə saxlayırsınız onda ağ? Yox, saxlamıram, elə o özü belədir. O belədir. Rəng tutmur oranı? Yox, tutmur. Tutur deyəndə ki, belə yaranır da məndə bu posondadır. Siz o fason qoyursunuz rəngi. Ola bilər ki, elə olur. Tacir bəy, bəs siz son illərdə deyək ki, məsələn, 38 ildir səhnədə sizə bu böyük bir zamandır. Nəyə görə, məsələn, 5-6 ildir çıxan efirə konsert proqramı verir, artıq böyük saraylarda konsert verir. Bəs siz niyə bu fikrə düşməmisiniz? Yoxsa siz də qorxmusunuz ki, yerlər boş qalar? Sizin bu veriliş çatmır, yəni müqəddəs verilişdir. Doğrudan həqiyə ləzzət eləyən veriliş, amma çatmır. Açıq meydandır da deyil sözünüzü, nə çatmır deyil. Sizə başa salın, mən dəfələrlə konsert vermişəm. Mən Şəhəriyar adında klubda konsert verdim. Bu nə vaxt olub? Yəni, bu haradasa bir 5-6 il bundan qabaq, Flora Kərimova, hamısı orada oldu. Karifeylərimiz. O konserti xarab elədilər. Yəni lentini? Bəli, yox, lentini yox. Dedilər ki, konsert tutarandan sonra. O cür mən orada can qoymuşdum. Mən o cür konsert vermişdim. Dedilər ki, şunurda abrıq olub, səs getməyib. Səssiz. Yəni, bu, mən bilirəm ki, bunu naroşun elədilər. Qəsdən. Yəni, o çıxmasın efirə. Çıxsa, mən orada elə oxumuşdum ki, yəni, həqiqətən gözəl oxumuşdum. Özdə, yəni, alqışlarla, alışlarla, bütün ikinci mərtəbə, birinci mərtəbə arada yerdə orada stullar gətirib qoymuşdular. Yəni, partlayış vardı orada. Yəni, onu mənə rəva bilmədilər. Hansı düşmanım elədi, onu mən bilmədim. Siz universitetə, konservatoriya qəbul olmağa sizi qoymadılar. Qoymadılar. Bu qədər maniyə. Hələ gənclik illərində nə qədər qızıl fotdan netlərini pozdular, gözəl əsərləri yoxa çıxdı. Və bizim Facebook səhifəmizdə biz həmişə elan edirik ki, müğənni qonağımız kim olacaq və ona suallarınızı verə bilərsiniz. Bir nəfər Vüsal Şirin adında və adları da səsləndiririk. Vüsal Şirin adında bir nəfər yazıb ki, bilmirəm nə qədər həqiqətə uyğundur, indi təsdiqləyirsiniz ya yox, özünüz bilərsiniz. Toyların birində siz döyülmüşsünüz, bir salam verək mahnısına görə bu məsələdən sonra Şamaxıya, toya da sizi çağırmırlar.
Varmı belə şey? Yox, mən bayaq etiraf elədim, dedim Şirvan söhbətində çaldırar aralığa ki, güya ki mən söyüş söymüşəm mahnının arasında. Amma döyülmək nədir? O nə sual, o nə tər şeydir ki, niyə mən döyməlidirəm? Ondan sonra mən 40 min dəfə Şirvanda toyda olmuşam. Şamaxıda da yəni. Şamaxıda, Kürdəmirdə, Əli bayramında, hamısında. Kim, mən niyə görə döyülməlidir? Mən 38 ildir sənətdəyəm, hələ mən sənətdə mən döyülməmişəm. Yəni, mən kimsə nəsə bir şillə vursun, yəni olmayıb elə şey. Çünki onu mən yaşatmıram, yaratmıram özüm üçün. Mən davranışımı bilirəm. Adam sizə şillə vurmaq üçün qorxar ya adam. Yəni onu mən yaratmıram. Bu düz-üzünə verilişin 12-ci sayıdır. 12 verilişin 12-sində də mən iştirak eləmişəm. Qoy qonaq müğənnilərin heç biri məndən inciməsin. Ən səmimi Zöhrə xanım və heç bir sualdan çəkinməyən, heç bir şərt qoymayaraq sualları cavablandıran, nə bizim ruhumuz incidən, nə sizin ruhunuz incidən yeganə müğənni Tacirdir. Tacir oldu. Mən ona görə Tacirə təşəkkür bildirəm. Və xahiş edirəm bu yer qayçılanmasın. Yox. Kamran Yunis adlı bizim gözəl aktyorumuzdur. Onun bir sözü var ki, qoy nə deyirdisin, qoy nədən incisin, amma o bayatı Şirazdakı peşəkarlığını qoruyub saxlaya bilmədi. Yəni, bu da təbiətdən gələn bir şeydir. Sadəcə oxumalıydım deyə oxudum. Yəni, Allah aldığı bir şeyi o geri qaytara bilməzdi onsuz da. Tacir bəy hansı bəstəkarlarla işləyir, hansı şairlərlə işləyir və onun yaradıcılığı nədən ibarətdir? Yeni nəyiniz var? Plan deyək, klip deyək. Yeni var, mahnılarım var. Mən indi bax, bu axır zamanlar sırf Yolçu müəllimin mahnılarını işləyirəm. Yəni, Yolçu müəllim Şoğlu'nun mahnılarını. Sözləri də elə onunkudur. Amma elə mahnılar var ki, orada uğur gətirilmir o mahnılar sizə. Əlbət ki, mən... Özünüz bu ifaçılıqda çox çətinliklər görmüşsünüz. Bax, oğlunuza bu çətinliklərdə dəstək olacaqsınız. Bu yolda, yəni dəstək olacaqsınız. Bu yolda əgər olsa, mən olsa məcburam dəstək olum. Çəkindirməyəcəksiniz, yəqin ki, dəstək olacaqsınız, hər halda atasınız. Məcburam da oğlum dəstək, amma mən istəmirəm ki, o sırf müğənni olsun. O istəyir ki, getsin, necə, bilirsiniz, müğənni olanlara biz həsəd aparırıq ki, onlar yaxşı pul qazanırlar. Onlar da bilirsiniz nəyə, kimə həsəd aparırlar, mən bunu açıq deyirəm. Onlar da o toy sifariş verən o varlı hüquqşünaslara, vəzifə adamları da, onlar da istəyirlər ki, uşaqları olsun. İndi hüquqşünaslardan da çox mən bunu bilirəm, düzləmirəmmi? Belədir də, onlar da istəyirlər ki, kişi də oxumasın, heç kimi sifarişi yerinə yetirməsin, özü otursun, kresoda pulunu qazansın. Onlar da onu arzulayırlar. Yəni, istər-istəməz, məsəl üçün, biz atalarımızı, məsələn, mən qınamamışam atamızı, anamı, ki, məsələn, 7 uşaq olmuşuq, yəni, vəziyyət çətin olub, ailə çətinliyimiz olub. Məsələn, amma mənim bir dənə uşağım var, mənim sabahları mənə deməzlərmi ki, ay ata, sən bir dənə uşağı niyə bir tərəfə çıxarda bilmədin? Həm də Tacir bəy yəni, mən ona görə istəmirəm ki, mənim oğlum getsin, ailə amma inanın ki, peşəkar müğənni kimi bir müğənni olsun, yox. Amma mənim gücüm var axı onu oxutmağa, onu instituta qoymağa, onun institutunu qarşılamağa, var gücüm. Haqsızlıqlar da gözünüzü qorxudur. Yəni, siz indi heç bir məqamınız yoxdur. Haqsızlıqlar görmürsünüz, elə mən bu cür insan ola-ola, namaz qılan insan olmuşam. Amma yenə də deyirlər, gah narkotika, gah nə bilim, nə lazımdır ki, insanı bu boyda ləkələmək? Bir nüans xoşuma gəldi sizin şəxsi həyatınızda. Şəxsən, məsələn, mən qadın olsaydım, buradan yoldaşınıza sizin adınızdan təşəkkür edirəm ki, şəxsən mən o yerdə olsaydım, bu qədər dözməzdim. Hər halda bu qədər adı çıxmış, bu qədər həmişə yanında olan bir xanımla və axırda da doğrudan da buna bir iradə, mətanət lazımdır. Halal olsun, sizin yoldaşınıza təşəkkür edirəm bu ailəni qoruyub saxladığınız üçün. Mənim ailəmə çox böyük hörmətim var. Ailəm mənim başımın tacıdır. Həyat yoldaşınız. Həyat yoldaşımdır. Mən onu sonsuz həddə çox istəyirəm. Çox belə simpatik qadınlar. Sonsuz həddə çox istəyirəm. O, məsəl üçün, məni uşaq kimi o, mənim qayğımı çəkir. Uşaq kimi. Özüm yuxulu-yuxulu mənim o maykamı dəyişdirir, mənim belimə məhrəba qoyur. Nə bilim... Nazınızla oynayır. Nazımla oynayır o. Amma mən onu çox uzaq tuturam, nədər? Mən hələ bir dəfə onu qoymamışam ki, o nəyinsə ki, o rol çəksin. Mən ondan evlənməmişdən qabaq mən ailəmə demişəm ki, mən oxuyanam. Mən cürbəcür söhbətlər olacaq, cürbəcür qadınlarla söhbətim çıxacaq. Mən qəzetdə, zadda, yəni buna cırlamayasınsa, buna sənə pis gəlməyəcəksə ki, evlənək. Bu söhbəti mən ailəmə demişəm. Şərti şumda kəsmişsiniz. Bəli, şumda kəsmişəm. Düz üzünə olmaq necə idi? Çox gözəl. Mən şəxsən deyə bilərəm ki, mən
Bu birinci deyil ki, mən millərlə belə verişlərə çəkmişəm, amma belə səmimi olmamışdım heç vaxt. Elə onu siz yaratdınız mənə. Amma mən elə həmişə səhnədə səmimi olmağı, səhnədə sərbəst olmağı açmaq lazımdır. Xoşlamışam. Bir oğul lazımdır. Amma elə səhnəyə gələndə orada bir dənə cız çəkiblər, sənin yerin orada, oradan o tərəfə çıxır. Ürəyim istəyir, burada oturub oxuyuram məsəl üçün. Amma onu bizə indiyənə kimi qoymayıblar, sıxıblar. Ay oradan çıxmaq, kadrın qabağından çıxırsan. Elə, yəni bizdə belə olmuşdur. Mən necə yaxşıyam, mən necə gözəlim. Amma sərbəst olmaq, doğrudan gözəldir. Sərbəst olanda, sərbəst mövzular da gəlir beyinə, danışırsan. Amma adamı sıxanda qapalı qalır. Sənə sərbəstlik mənə deyirlər ki, Radə xanım, sizin verişinizə baxan elə bilir ki, yanımızda oturmuşsunuz, bir yerdə söhbət edirik. Mən təşəkkür edirəm. İnanıram ki, növbəti verilişimizdə, növbəti qonağımızla olan söhbətdə belə olacaq. Çünki bayaq Tacir müəllimin özü də bəzi nüansları təəccüb elədi ki, mən onları hardan öyrənmişəm. Yəni, mən adamı axıra qədər araşdırandan sonra, yadınızdadır, mən sizdən bir ay əvvəl danışmışdım ki, hələ gözləyin, hələ bir aydan da çox. Mən o vaxt ərzində tədqiqat aparırdım, sizi öyrənirdim. Yəni, elə hər gələndə də biz çəkmirik. Tədqiqat aparmamış olmur. Mən bir daha sizə təşəkkür edirəm. İnanıram da ki, bundan sonra siz daha böyük addımlar atacaqsınız. Bunun üçün içinizdə, əslində sizin potensialınız indiki addımlarınızdan qat-qat güclüdür. Siz daha çox şeylər eləməyə qadirsiniz və eləyəcəksiniz. Mən oxu tərzimdə, mən bilirəm ki, mən indiyənə kimi oxumamışam, mən indidən belə oxuyacam. Ona görə də istəyirəm ki, məni sıxmayın, Mənə meydan verin. Bəli, mənə dəniz verin. Mənim qəlbim çox şeylər yatır burada. Xalqıma verəsi çox musiqim var mənim qəlbimdə. Nə olar, icazə verin, mən onu çıxım efir vasitəsilə xalqıma çatdırım da. Heç nə istəmirəm, pul istəmirəm, nə bilim, başqa bir şey, hiçbir şey istəmirəm. Sadəcə olaraq ürəyimə gələn musiqini, nə olar, yaradım, mən də çıxım oxuyum onlar üçün. Qoy millət oxusun, öyrənsin, fezyab olsun. Cavanlarımız gəlir, yəni mənim minlərlə mənim tələbəm var, minlərlə. Ki, onlar mənim yolumu oxuyur. Sizin neflərə qulaq asıb özlərini yetişdirirlər. Bəli, ona görə... Gəlin sizi